Deməli belə, bugünkü qonaqlarımızlardan biri BMW C30 avtomobildir. Bu avtomobil Sumqayıt şəhərinə yanımıza yaxınlaşıb. Bugün artıq ikinci avtomobildir ki, Sumqayıt şəhərinə yanımıza yaxınlaşır. Yaxınlaşma səbəbləri nədən ibarətdir? Deməli, TikTokda, Instagramda və digər sosial şəbəkələrdə biz endirim kampaniyası eləmişik ki, istənilən BMW F30 olsun, F10 olsun, X5'lər olsun, fərq eləmir. Bütün dizel mühərrikə sahib, 2 motor dizellərdən tutmuş, 3 motor dizelə qədər hamısında bütün sistemin paket şəkildə yuyulmasını endirim elədik. Qardaş deyil, arxa kadrda da avtomobil sahibi. Maşallah sağlığına qismət olsun. Zövqlə yığıb, rəngi də xoşuma gəldi, qəşəng maşındır. Sveja maşındır, yəni leşlərdən deyil. Avtomobildə bütün hava sistemini yuduq, endirimli kampaniyalarla. İndi bir dənə burada şlank, qırıq bir şlank var, onu da dəyişdirəcəyik inşallah. Və ondan sonra DPF saj filtr katalizer sistemi də yuyulacaq və avtomobil sahibini Sumqayıt şəhərinə inşallah sağ-salamatçılıqla yola salacağıq. Niyə avtomobilin qabağında durub danışıram? Nömrəni göstərirəm. Sumqayıtda bizi izləyən, istənilən avtomobil sahibləri yolda bu qardaşdan versin böyrünə soruşsun, qardaşım necə xidmət göstərdilər? Biz yox, qardaş özü izah eləyər ki, biz burada necə xidmət göstəririk. Fərqi yoxdur. Bütün BMW-lər üçün kampaniya eləmişik. Gəlmədən öncə yer rezerv eləyin. Zəhmət olmasa rezervasiya mütləqdir. Bir dənə də arxada BMW fonumuz var. Onu da problemləri aradan qaldırıb avtomobil sahibinə təhvil verəcəyik. Bağla.